Herkese salam. PowerPoint dərslərimizə davam edirik. Keçən dərsimizdə animation haqqında sizə məlumat verdim. Bu dərsimizdə keçirik slideshow tabına. Əvvəlcə əvvəlki slaydlara transition effektləri verək, çünki bizə lazım olacaq hər hansı bir effekt. Bunun müddətini buradan azalda bilərik, sürətli şəkildə keçmək üçün. Formada sonuncu da əlavə edək bunu. Bəli, keçirik slideshow səhifəsinə. Gördüyünüz kimi 3 qrupdan ibarətdir. Birinci qrup Start Slideshow. Birinci qrupun birinci əmri From Beginning, yəni ən birinci slayddan başlamadır. Məsələn, hal-hazırda biz 3-cü slayda baxırıqsa, From Beginning dedikdə hansı slaydda olduğumuzdan asılı olmayaraq ən birinci slayddan başlayaraq təqdimatı reallaşdırır. Gördüyünüz kimi birinci səhifədən başlayır və davam edir. Növbəti əmrimiz From Current Slide. From Current Slide hansı səhifədə isə həmin səhifədən başlayaraq təqdimatı davam etdirir. Məsələn, 3-cü səhifədə isə From Current Slide vasitəsilə təqdimat məhz 3-cü səhifədən başlayaraq davam edir. Bunun qısaltmasını biz istifadə edirdik. Shift F5. Gördüyünüz kimi üzərinə gəldikdə, mouse'u hover etdikdə görünür. Bunda isə klaviaturadan F5 düyməsini basmaqla istifadə edə bilərik. Keçid edirik növbəti əmrə. Növbəti əmrimiz Custom Slideshow-dur. Bunun əvvəlkilərdən fərqi odur ki, From Beginning dedikdə ən birinci slayddan başlayır. From Current dedikdə qeyd etdiyimiz kimi hansı səhifədə isə oradan başlayır. Custom Slideshow vasitəsilə istədiyimiz slayddan fərqli slaydlara keçid edərək davam edə bilərik. Nə deməkdir, indi göstərəcəm. Custom Show butonu üzərinə klik edirik və açılan pəncərədən bu pəncərə daxilində biz əməliyyatları yerinə yetirəcəyik. İlk öncə New deyirik. New dedikdən sonra bizdə slaydlar pəncərəsində olan bütün slaydlar prezentasiya, Slides in Presentation daxilində hamısı göstərilir. Məsələn, biz istəyirik ki, tutaq ki, bunu məsələn, adlandırmasını istədiyimiz kimi edə bilərik. Məsələn, biz deyə bilərik ki, birinci, dördüncü slayddan başla və add dedikdə bu hissəyə düşür gördüyünüz kimi. Sonra ikinci slayd, add deyirik, düşür bu hissəyə. Məsələn, sonra birinci slayd. Bu formada davam edirik. Burada digər bir özəllik də ondan ibarətdir ki, eyni slaydı bir neçə dəfə göstərmək olar. Məsələn, slayd 4-ü biz ilk açılanda göstər demişdik və 2 slayddan sonra növbəti dəfə yenə də 4-cü slaydı göstərə bilərik. Bunu istədiyimiz qədər seçə bilərik. Yəni, burada hər hansı bir məhdudiyyət yoxdur. Gördüyünüz kimi bunu da əlavə edək. Həmçinin bu pəncərədən slaydların yerini yuxarı-aşağı dəyişə bilərik. Gördüyünüz kimi ən sonuncu slayddır deyə, təbii ki, aşağı etmək mümkün olmayacaq. Yuxarı edə bilərik bir addım, məsələn, 5-cini göstər, sonra 4-cünü göstər və yaxud silə bilərik. Məsələn, buradan 5-ci slaydı biz silə bilərik. Məsələn, gördüyünüz kimi ardıcıllıq bizdə slayd 4, 2, 1 və 4 formasında yenidən göstəriləcək. OK düyməsi ilə təsdiqləyirik və buradan da Show deyərək həmçinin bu hissədən Show 1 deyə adlandırmışdıq və buna klik edərək başlaya bilərik. Gördüyünüz kimi birinci, dördüncü slayddan başlayır. Daha sonra keçid edir ikinci slayda. Daha sonra keçid edir birinci slayda və daha sonra yenə də dördüncü slayda keçid edəcək. Çünki biz bayaq orada qeyd etmişdik. Disk düyməsinə geri qaydırıq. Burada deyəcək başqa bir şey. Həmçinin burada Custom Show, yeni Custom Show'lar əlavə edə bilərik. Custom Show-nu əlavə etdiyimiz, məsələn, New desək, tutaq ki, buradan biz ikincini də əlavə edə bilərik. Məsələn, ikincini də əlavə edək bu formada. Və gördüyünüz kimi hamısı bu hissəyə düşür. Biz bunları editləyə bilərik. Məsələn, birinci üzərində düzəliş edə bilərik. Buradan hər hansını yerini dəyişə, silə və s. adını dəyişə bilərik və yeni slaydlar əlavə edə bilərik. Həmçinin buradakı Custom Show-lardan hər hansı birini kopyalaya bilərik. Kopyalayıb və kopyalanmamış formasında hər ikisinin üzərində biz buradan silə, həmçinin dəyişiklik edə bilərik. Məsələn, kopyaladığımız ikinci show-nu biz remove vasitəsilə silək. Məsələn, birinci show üzərində edit ilə dəyişiklik edək. Yəni, bu formada funksiyonallıqlar mövcuddur. Növbəti dərsimizdə setup hissəsi haqqında sizə məlumat verəcəm.